Salam uşaqlar. Bugün sizinlə floemlərdə üzü maddələrin daşınması, həmçinin kitabımızda verilən bu şəkli aydınlaşdıracağıq. Gəlin başlayaq. İlkin olaraq deyirik ki, floemlərdə maddələr iki istiqamətdə daşınır. Həm aşağıdan yuxarıya, həm yuxarıdan aşağıya. Aşağıdan yuxarıya, yəni kökdən gövdəyə doğru kökdə yaranan azotlu birləşmələr daşınacaq. Yuxarıdan aşağıya doğru isə fotosintez məhsulları, yəni yarpaqda yaranan məhsullar kökə doğru daşınacaq. İkinci aydınlaşdırmalı olduğumuz məsələ mənbə və hovuzdur. Mənbə adından da məlum olduğu kimi, hər hansı bir maddənin çox olduğu yer, yarandığı yer. İlkin vaxtda mənbəmiz bizim yarpaq olacaq. Hovuz isə hansı ki bu maddələrin toplanacağı yer. Hovuzumuz ola bilər meyvələr, ola bilər köklər, hovuz ola bilər. Amma belə bir dəqiq bir demirik ki biz hər zaman kök hovuz olacaq. Bu mövsümdən asılı olaraq dəyişə bilir uşaqlar. Mövsümdən asılı olaraq kök yumrulardır, soğanaqlardır. Bunlar hovuz və mənbə rolunu oynaya bilərlər. İndi bunu aydınlaşdıracağıq. Baxın, ilkin dövrdə yarpaqda qida yarandı. Bu mənbədir. Harda yaranıbsa bu mənbədir. Göndərilir kökə. Artıq yarpaq töküldükdən sonra bitki qidanı hardan alacaq? Kökdən. Çünki ona göndərmişdi, artıq mənbə rolunu bu oynayır. Deməli, yarpaqlar olan zamanı kök rol oynayacaq hovuz, yarpaqlar mənbə. Amma yarpaqlar töküldükdən sonra artıq kök mənbə rolunu oynayacaq. Çünki artıq qida bundadır. Bitki bundan qidanı alacaq, qidalanmaq üçün. Digər bir aydınlaşdırmalı olduğumuz isə peyk hüceyrələr və floemlərdir. Peyk hüceyrələr nədir? Peyk hüceyrələrin əsas toxumaya aid bir hüceyrələrdir və bunların digər adıyla floemlərə yoldaş hüceyrələr adlandırılır. Baxın, floemlər öz ribosomlarını, öz nüvələrini itirmişdilər maddə daşınması üçün. Bunların həmin orqanizmdə metabolizmasına nəzarət edən, baxın, bu peyk hüceyrələrdir. Peyk hüceyrələrinin nüvəsidir. Peyk hüceyrələri maddələrin daşınmasında bilavasitə iştirak etmir. Amma mənbədən maddənin alınıb floemə ötürülməsi və ya floemdən maddənin həmin o hovuz nahiyyə ötürülməsində iştirak edəcək. Bir də sizdən belə bir sual soruşula bilər ki, nə üçün yarpaq hazırladığı qida maddəni özündə saxlamır? Niyə hovuza göndərir? Səbəb nədir? Baxın, bu əgər hazırladığı maddələri özündə saxlasa, bu zaman burada osmotik təzyiq yüksələr. Həm yeni maddələr hazırlanması üçün yer olmaya bilər. Bununla da osmotik təzyiq yüksəlsə, maddə çox daha su çəkməlidir, daha çox su çəkər. Bu buna narahatçılıq, proseslərə maneçilik törətdiyi üçün həmin yaratdığı maddələri göndərir hovuza ki, saxlasın, ehtiyac olanda hovuzdan alsın. İndi görə proses necə baş verəcək? Baxın, sizdə kitabda burada təzyiq axını nəzəriyyəsi ilə izah olunur deyib. Amma nəzəriyyəni izah etməyib. Gəlin bu nəzəriyyəni izah edək. Proses necə olur? Biz floem, kislem deyirik. Baxın, floem və kislemlər, bunlar biz mikroaləmdən danışırıq. Bir-birinə çox belə aralı, tamam ayrı yerlərdə olan bir quruluşlar deyil. Bunlar bitkidə bir-birinə yaxın yerləşir. Və proses necə baş verir? İlkin dövrdə bitkidə yarandı glikozalar, çevrildi saxarozalara. Saxaroza keçdi peyk hüceyrəyə. Peyk hüceyrəsində uşaqlar, baxın, plazmadesmalar var. Hansı ki, plazmadesmalar, üzr istəyirəm, bir mikrokanallar da hüceyrələr bir-birinə əlaqələndirir. Həmin o plazmadesmalar vasitəsilə keçir floemlərə. Və yadınızda saxlayın, bu ATF tələb edən bir prosesdir. Aktiv daşınmadır. Çünki biz dedik, üzü maddələrin daşınması canlılıq tələb edir. Harada da canlılıq varsa, orada enerji lazımdır daşınma üçün. Dedik ki, üzü maddələrin daşınmasına söhbət gedir. Canlılarda diffuziya və ya osmosda olur ki, bunlara enerji tələb olunmur, bunu aydınlaşdıraq. Amma üzü maddələrin daşınmasına əsasən enerji tələb olunur, ATF. İndi keçək prosesə. Baxın, bura çoxlu üzü maddə doluşdu. Bura üzü maddə doluşdusa, deməli burada nə oldu? Maddə miqdarı artdı, su miqdarı azaldı. Maddə miqdarı artırsa, burada avtomatik nə artacaq? Osmos.
maddə miqdarı artıq su azdırsa, osmos yaranacaq. Osmos təzyiqi artacaq. Osmos təzyiqi artdısa nə olmalıdır? Bu bunun yaxınında olan ksilemlərdən su çəkəcək. Çünki burada su miqdarı azdır, ksilemdə çoxdur. Bu da sizə baxın onu göstərir. Gördünüz, su doldu flayemə. Burada maddə miqdarım çoxdur. Su miqdarım da doldu. Burada nə yaranacaq? Bir turqor təzyiqi yaranacaq. Bunu turqor təzyiqi də deyə bilərsiniz. Elə adi təzyiq də deyə bilərsiniz. Həmin o burada yaranan təzyiq hesabına da maddələr aşağıya doğru istiqamətlənəcək. Su ilə birlikdə su yaranan təzyiq hesabına həmin bu ələyə bənzər hissələrdən keçərək aşağıya doğru istiqamətlənəcək. Bu isə baxın, həmin o təzyiq axın nəzəriyyəsi deməkdir. Təkrar deyirəm, peyk hüceyrələr maddələri ötürdü flayemlərə. Flayemdə maddə miqdarı artdığı üçün, maddə miqdarı artdısa su azdır deməli. Su azdırsa ksilemdən su çəkəcək. Ksilemdən su çəkdikcə də burada bir təzyiq yaranır və o təzyiq hesabına da maddələr daşınır hovuza. Maddələr daşındı, gəldi burada. Gəldikdən sonra bu gətirdiyi maddələri suda həll edib. Ötürür peyk hüceyrəsinə, peyk hüceyrə isə bunu göndərir hovuza. Peyk hüceyrə bunu hovuza göndərdikdən sonra avtomatik burada nə olacaq? Maddə miqdarı azaldı, su miqdarı çoxdur. Su miqdarı çoxdursa hara getməlidir? Ksilemə. Suyunu qaytardı ksilemə. Bununla da təzyiq ilə axın nəzəriyyəsi baş verdi. İndi bir hissəni vurğulamaq istəyirəm. Sizdə testdə necə düşür? Testdə soruşa bilər ki, əgər ksilemdən su flayemə keçirsə, proses hara yaxındır? Əgər ksilemdən flayemə keçirsə, proses mənbəyə yaxındır. Çünki maddəsi flayemin çoxdur, ksilemdən suyu çəkir, aparır maddəni verir. Maddəni verdikdən sonra geri qaytarır ksilemə suyu. Və ya soruşa bilər, əgər ki flayemdən su ksilemə keçirsə, proses hara yaxındır? Deyəcəksiniz, bu zamansa proses hovuza yaxındır. Bu qədər uşaqlar. Düşünürəm ki, bu şəkili tamamilə aydınlaşdırdım.